Günler sabahı xeyir olsun. Salam, sabahınız xeyir olsun əziz aparıcılarımız və hörmətli telesəhər tamaşaçıları, hər birinizi salamlayıram. Bəli, gördüyünüz kimi mən çox gözəl, maraqlı, insana zövq verən bir mənzərənin qarşısındayım. Bura Bakı Zooloji Parkının akvaterariumudur. Burada balıqlar, eyni zamanda sürünən heyvanlar saxlanılır və maraqlıdır ki, görəsən akvaterariumdakı heyvanlara qış və yay olmasından asılı olmayaraq necə qulluq edilir? Yəni bilirik ki, bu heyvanlara qulluq çöl heyvanlarından fərqli olaraq daha çətindir. Və bütün bunlar haqqında bizə daha ətraflı məlumatı Bakı Zooloji Parkının baş baytar həkimi Elvin Süleymanov məlumat verəcək. Elvin bəy, salam, sabahınız xeyir olsun. Salam, hər vaxtınız xeyir, xoş gəlibsiniz. Çox sağ olun. Elvin bəy, bilmək istərdik ki, Bakı Zooloji Parkının akvaterariumundakı heyvanlara necə qulluq edilir? Öncəliklə Bakı Zooloji Parkında akvaterarium şöbəsində 76 növ heyvan məskunlaşmaqdadır. Bunlar içərisində balıqlar, amfibiyalar, sürünənlər və həşəratlar daxildirlər. Belə deyim, hal-hazırda gördüyünüz balıqlar, beluqalardır. Bunlar Xəzər, Azov, Aralıq dənizlərində yaşayırlar. Kürü tökmək üçün Xəzər dənizinə yaxınlaşırlar və onların IUCN tərəfindən qırmızı kitaba daxil olunmuş xüsusi qoruma altında olan balıq növləridirlər. Onların yay-qış fərqi yoxdur da, səhv etmirəmsə. Bəli, düzgün vurğulayırsınız. Belə deyim sizə, terrarium şəraitində yaşayan, yəni akvarium və terrariumlarda yaşayan heyvanların stabil temperaturu, stabil nəmişliyi, stabil rütubətliyi olmalıdır. Belə ki, hər növ heyvanın özünün xüsusi temperaturda saxlanır, xüsusi rütubətdə, xüsusi havalandırma qurğuları olan terrariumlarda və akvariumlarda saxlanılır. Çox sağ olun Elvin bəy ətraflı məlumat üçün. Bəli, hörmətli tamaşaçılarımız, onu da qeyd edim ki, buranı daha çox uşaqlar çox sevirlər və burada həm uşaqlar, həm də böyüklər şəkillər çəkdirmək üçün gəlirlər. Bəli, siz də gələ bilərsiniz və mən bugünlük bu saata çatdıracaqlarım bunlar idi. Söz ötürürəm studiya aparıcılarımıza. Hələlik. Təşəkkür edirik. Çox sağ ol. Günler ətraflı məlumata görə